Deyirəm ki, görürsən indi smorodinli bağlar qalıb yoxsa yox, və Bakı kəndlərində smorodinli çox olardı. Qarağat da. Yəni biz buna smorodin demişik. Demək bu günlərdə cənnət guşələrində olan Buzovna kəndindən sizin üçün, Buzovnanın qaymaq yerindən ha. Musa Ağıyevin 3-cü dalanından. Bir dənə sizin üçün 10 sotun içində ev eşiyi çəkirik ki, ala bilsən nədir bu? Aləm. Elə bilərsiniz, elə tək smorodindir ya. 50 cür meyvə ağacları var burada. Bir də gilasın böyüklüyünə bax. Kilosu 17 manat olandan deyil. Bəh durur. Qara elə bil ki, əhid çəkməyə, yox, meyvəli bazarına meyvə daşıyır. Bir də ərikin böyüklüyünə bax. Gəl qozu yaxından çək. Bax, mart ayı gəlməmişdən qabaq, elə bilirsən ki, vurmusan kisiyə. Bayramlıq qoz fındığın hazırdır. Fındıq ağacı da var ha. Bir dənə çəkir qərəlik. Qərəcə bir dənə buna çək. Gəl. Bir dənə tutun böyüklüyünə bax. Qərə pullu çəkilişə gəlmişdi da, bir belə meyvə yiyən olsa, məncə pulla... Əmi, halal lecinə, pul almayacaq qərə sənə. Ay qərəcə, bir dənə vişnəyə də çək də. Bu onun qardaşıdır da, buna bax. Adam meyvənin bağdan çıxmaq istəmir, meyvəli bağdan. Aləmdir, aləm. Deyirəm, bütün meyvələri yiyəndən sonra üstündən bir dənə alça mütləqdir. Çünki həzməyə rahat verir. Göz haqqını halal eləyin. Qərənə meyvə yeyib, əyit yəsiyi halallıq verib. Arxada gördüyünüz ev 200 kvadratdır. 3 dənə yataq otağı var, böyük zalı, mətbəxi, hər cür şəraiti yerli yerindədir. Evin için qərə yerə də çəkib sizə göstərməyəcəyəm. Müəyyən səliqəsizlikləri görüb qərə deyir ki, əmi, tələmtələsi yığışırsınız, bilirəm. İstəmədim ki, çəkim sizə göstərim. Əgər siz bu əyiti bəyənirsinizsə, 10 sot əyitdə meyvələri də gördünüz, ab-havanı da görürsünüz. Bir dənə talvara bax, talvara. Müasir bağlarda belə bir şey yox deyə. Buralar da təzə bağlardır ya, amma sadəcə buranı hələ dədəbaba üslubu ilə düzəldiblər. Əgər siz də bəyəndinizsə, 10 sotun içində 200 kvadratlıq bağ evimizi, Triqrupun səhifəsindəki nömrələri yığırsınız, qərə sizi götürüb gəlir bura. Allah alnınızda da xeyir versin. Görüşərik.